Hörmətli Mehriban xanım, doğum gününüz münasibətilə sizə ən səmimi təbriklərimizi çatdırır, həyatınızın hər anının sevinç, xoşbəxtlik və uğurlarla dolu olmasını arzulayırıq. Siz illərdir ki, Azərbaycan xalqına göstərdiyiniz diqqət, qayğı və xeyirxahlıqla milyonlarla insanın rəğbətini qazanmış dəyərli şəxsiyyətlərdən birisiniz. Təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirdiyiniz layihələr ölkəmizin inkişafına mühüm töhfələr vermiş, minlərlə insanın həyatına işıq saçmışdır. Xüsusilə şəhid ailələrinə, qazilərimizə, uşaqlara və ehtiyacı olan insanlara göstərdiyiniz qayğı xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır. Bu əlamətdar gündə sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni uğurlar arzulayırıq. Arzulayırıq ki, həyat yolunuz daim işıqlı olsun, gördüyünüz bütün xeyirxah işlər uğurla davam etsin və hər zaman xalqımızın sevgisi ilə əhatə olunasınız. Arzulayırıq ki, ailənizlə birlikdə xoşbəxt günlər yaşayasınız, qəlbinizdən keçən bütün arzular həyata keçsin, sevinciniz və təbəssümünüz heç vaxt əskik olmasın. Uca Tanrı sizə güc, qüvvət və sağlamlıq bəxş etsin, hər zaman ölkəmizin inkişafı naminə həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə uğurlar qazanasınız. Biz sizə yalnız bu gün deyil, həyatınızın bütün günlərində xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzulayırıq. Arzulayırıq ki, Azərbaycanımızın tərəqqisi, xalqımızın rifahı naminə başladığınız bütün layihələr uğurla nəticələnsin və ölkəmizin gələcək inkişafına yeni töhfələr versin. Doğum gününüz mübarək, hörmətli Mehriban xanım. Uca Allah sizi və ailənizi qorusun, ömrünüzü uzun, həyatınızı işıqlı, fəaliyyətinizi isə daim uğurlu etsin. Sizə möhkəm can sağlığı, tükənməz enerji, sonsuz sevgi və xoşbəxtlik arzulayırıq. Doğum gününüz mübarək olsun.